Özün kimi vüqarlıdır uca dağların, yurdum yuvam məskənimsən Azərbaycanım, Albayağım vətənimsən Azərbaycanım. Yurdun qeyrətli əhalisi Zəng-i Təhvilidə 700 şəhid inqilabın yolunda və İslamın hakimiyyətini verildi. Aya bu hizmetlərə bərabər Azərbaycan özünə layiq rüş və sosial tapındır. Ustalarımız iqtisadi, ictimai, fərhəngi baxımdan hansı nöqtələrə əl tapır? Məhrumiyyətlər və bir para haqlara yiyələnmək üçün səbəb olur ki, sizin bu dövrə intixabat riyasət cumhuriyyə kanuni olmanız böyük zərurət hissi olunur. Tarih mərhumda usulumuzun hərəkətindən, qeyrətli cəmaatından da çox təşəkkür olur. Kör sən gör işini iş bilənin dadıyla. Vahiddir, birdir Allah. Hər işdə birdir Allah. Heç işdə köməyi yox, özü qadirdir Allah. Yazsıza yazdır Allah. Allah baharsızın baharıdır. Nazsıza nazdır Allah. Naibi yok, evi yok, çok dünyazdır Allah. Mərd igidlər olasısan, qəhrəmanlar anasısan. Gedər bulud, yapar duman, parlar adın hər bir zaman. Ana yurdum Azərbaycan, ana yurdum Azərbaycan. Nə sağçıyıq, nə solçuyuq. Bölən belə böldürübdür. Kaş bilərdik səni, məni, sağa sola kim bölübdür. Axı biz nə sağçıyıq, nə solçuyuq. Biz hər adamı özünə bir vətən hesab edirik. Biz otay-butay deyəndə deyirik ki, bizim ürəklərimiz gərək bir-birinə yaxınmağa. Torpaq mərzləri, şəhərlərin adları, bunlar hamımızı qurtarmalı. Biz şairlər deyərik fəsillərin də adı, insanların da adı. Axı bizlərin arasında gələk sənət bir mərz olmayır ki. Vaxtın az olmağına görə çox sözüm var, dəqdə deyincəl olar. Ancaq bir-iki dənə mühüm və önəmli şey var ki, onların mövzu var ki, onların burada danışmalıyım. Bir bu ki, ay Şafii cənabları gözəl dedilər, niyə bizi boykot edirlər? Niyə ələmi cənabları bütün kandidalardan qabaq adı gedir, öz kandidatorluqlarını eyləm edir, amma heç yerdə demirlər. Nə bir qəzetdə, nə bir radioda, nə bir televizyonda, nə bir hətta xarici kanallarda adı getmir. Bəs biz niyə baxdın? Niyə bəs ələmin adını demirdin birində qədər? Nə olmuşdur? Hansı sözlər, hansı təbanələr, hansı al verirlər qavdalarıydı? Bəs biz axı istəyirdik öz haqqımızı alaq, bəs biz nə öz haqqımızı alacaq? Sulduz, Azərbaycanın gözü, Azərbaycanın qeyrəti, Azərbaycanın indi. Mən hər yerə gedirəm, hansı şəhərin böyük adamlarını danışıram, məndən soruşurdular, Sulduz nə deyir? Sizsiz ki, öz düşüncələrinizlə, öz hərəkətlərinizlə, öz işlərinizlə, əməllərinizlə milləti qani eləmişsiniz ki, böyük adamsınız. Özünəmsən. Bizlər büyük gəlmişsiniz. Siz qalacaqsınız burada. Yolu 100 gün seçmək. Adamın qabağına minlərlə yol qoyarlar. Niyə dedim boykot oluruq biz? Niyə gəlirlər ələmi cənablarına deyirlər ki, getmirik qalısıqdan, o rəddi səlahiyyət olacaq. Bax, niyə? Ələmi Azər-Şərq, Təbriz, üskü nümayəndəsidir, hamı bilir.
siyasiləri. Aya bunun siyasi olmamağı hələ bəlli deyil. Aya bu adam iki dövlət siz təyin edibsiz, millət rəy verib, birinci rəylə məclisdə millətin haqqından difa edib, etiqad intizamı İslama yoxudur. Axamımız bilir, aya həmin qıraqdan qabaqdan da cəng edib, hələ də ki cəng edib. Axı bunu görürük, niyə ələmini gələ təhq qoyaq biz, ələmini gələ təhq qoymayaq. Ələmi addır, bizim hər birimiz bir ələmiyik. Amma gəl böyük yalandır. O qədər böyük yaxşı özləri kəlli nəmən haqqımızı versinlər əlimizdə. Sabah ələminin dalısında 6-7 milyon, 8 milyon bilmirlər. Əsən 20 milyon. Əsən 1 milyon rəyi olsa. Bu biziz ki böyükdür. Bu biziz ki deyirik, biz varıq. Və bu haqqılar ki, ailəmi onlarından danışıb, onları istəyirik. Verməsəz, o qədər böyük ki alacaq. İstəyirik hamımız əl-ələ verək. Ələmin adı ilə öz istəklərimizə çıxaq. Sizdən xahiş edirəm, ayağa durun. Hər biriniz bir stat olun. Hər biriniz bir şəhər olun. Hər biriniz bir ələmi olun. Gələcək bizim. Ələmi bizlərə və sizlərə arxalanır. Sizdəki tək qoymayacaqsınız, buna inanırım. در سال 1357 انقلابی در ایران به وقوع پیوست تا با ریشه‌کن کردن اختناق و استبداد و میوه نامشروع آن یعنی قدرت مطلقه شهد آزادی و جمهوریت را به کام مردم بچشاند و به مدد معنویت و ارزش‌های اسلامی عزت و کرامت انسانی را که به حاشیه رانده شده بود وارد متن نماید و بدین وسیله امکان و زمینه حاکمیت انسان بر سرنوشت سیاسی و اجتماعی خود را فراهم سازد. اکنون 3 دهه از انقلاب می‌گذرد و ما تنها شاهد فروری‌تر شدن قدرت و انتقال آن از یک طبقه به طبقه دیگری بدون آنکه عملاً در ساختار و شیوه توزیع قدرت و نظارت بر آن تغییر بنیادی حاصل شده باشد. لذا به موازات تمرکز هرچه بیشتر قدرت غیر پاسخگو و بر بهتر شدن آن میل به مرید پروری و سرسپرده کردن مردم و برخورد قهری با هر گونه منتقد و معترض برخی از قدرت‌ها در حال افزایش است که نتیجه آن از یک سو نهادینه شدن فرهنگ تمدن و چاپلوسی به صورت سلوک و رفتار ایرانی با تولید ناهنجاری‌ها و فساد در اشکال مختلف آن، عمیق‌تر شدن شکاف طبقاتی، توسعه و ترویج خرافه‌پرستی و تحمیق مردم، دخالت در حوزه دین و اندیشه و استفاده افزاری از مذهب و باورهای دینی برای توجیه و تحکیم قدرت، تهدید حقوق اجتماعی و شهروندی و حقوق بشر به شیوه‌های گوناگون و به چالش کشیدن حق حاکمیت مردم بر سرنوشت خود با توسل به بدعتی به نام نظارت استصوابی و منزوی ساختن نخبگان جامعه و فرزندان اصلی و وفاداران با آرمان‌های اصیل انقلاب، میلیتاریزه کردن کشور و جیره‌بندی جمهوریت و آزادی در وجوه مختلف آن به عنوان 2 رکن اصلی دستاوردهای انقلاب، آن هم به بهانه دفاع از نظام و جلوگیری از به مخاطره افتادن امنیت ملی و اشتیاق هرچه بیشتر برای انجام ماجراجویی‌های مخل امنیت و از دیگر سو در دولت‌های پیشین فلج و زمینگیر شده است را به سرمنزل مقصود برساند. شخصاً در این باورم که این آرزو زمانی رنگ واقعیت به خود خواهد گرفت که مردم عزم خود را برای اصلاح امور و انجام تغییرات اساسی جذب کرده و به حمایت از کسانی برخیزند که عمل و کارنامه آنها معرف عزم و توانمندی آنها برای ایجاد تغییرات دلخواه است.